Mən deyirlər də bu siqaret barədə. Deyirəm, bir tərəfdə yəni gündə deyirsiniz, yazırsınız ki, siqaret çəkmə, siqaret çəkmə. Bir tərəfdən qiymətləri qaldırırsınız. Baxın mən. Deyirəm, əgər siz bunu deyirsiniz, zəhərli, niyə böyle hər yerdə olduğunuzun siqaret satmıyorsunuz? Siz satmıyorsunuz. Biz almayaq. Biz də almayaq. Bilək ki, yoxdur, çəkməyək. Baxın mən belə. Bəli, əvvəl mən düz deyir. Siqareti çox təbliğ edirsiniz və onlar da alırlar, çəkirlər. Əvvəl mənim düzdür, mən həmişə xahiş edirəm ki, azaltmaq lazımdır, biraz çox çəkir. O da indi qınamıram, biraz darıxır da, əvvəl mənim darıxan adamdır. Siqaret biraz onun dostu olubdur. Neçə ildir? 15 yox, kinostudiya gələndən çəkir. Böyük bir stajdır da, bunu birdən bir atmaq çətindir. Dostlar, biz bu günlərim, deməli, əvvəl mənim, bizim həmişə deyirəm, yaşayan əfsanəmiz, Ənvər Həsənovun evindəyəm yenə. Kitab işlərimiz, bax, bu kitab işi, həqiqətən bu çox ağır prosesdir. Çünki hər dəfə xırda detallar var. Nəyisə araşdırırıq, nəyisə əlavə edirik. Və əvvəl mənimlə bütün o yazılara göz yetirdik yenə də. Şəkilləri zaten kontrol elədik, qəşəng. Bütün orada, mən baxdım, o kitabda bütün bizim hamı haqqında bir xatirələr danışıb Ənvər müəllim. Ona görə bu, mənə gəlir ki, Azərbaycan kinosu üçün çox maraqlı bir kitab olacaq. Çoxdan da mən belə bir kitaba rast gəlmirəm. İndi bunu biz Ənvər müəllim müəllif olduğumuza görə demirəm, amma orada Ənvər müəllim elə bir şəxsiyyətdir ki, o kinonun tarixindən var əvvəlindən və o gün nə qədər adamla o illərdə rastlaşıb. Və onları yada salmışıq. Bəli, və onları yada salmışıq. Və orada kimlər, Yusif Əliyevdən tutmuş, nə bilim, Şeyx Zamanova qədər, nə bilim. Allah rəhmət eləsin, hamısı gəldi. Ənvər müəllim müəllimi Əziz İskəndərov. Bəli. Ona görə də bu kitab inşallah, deməli 17 avqust bizim Ənvər Həsənovun inşallah Allah qoysa doğum günü olacaq. 74 yaşı olacaq, Allah uzun ömür versin. Və biz fikirləşdik ki, bu avqust ayıdır deyə. Ona görə biraz insanlar dincəlir, məzuniyyətdə olur. Amma Ənvər müəllimin bu doğum gününün məsələsini biraz sentyabra salıb, sentyabrın yəqin ki, ortaları ya axırında salıb ki, insanlar gəlsinlər, hamı şəhərdə olsun ki, biz bu təqdimatı eləyək və təqdimatı gözəl keçirdək. Buna görə də bizim bir neçə yer artıq bizə yerlər də təqdim olunub. İndi mən yenə yerləri seçirəm ki, bu şəhərin mərkəzində olsun, danışıqlar gedir ki, ora biz hamını dəvət edək, hamı gələ bilsin. Ənvər müəllimi sevən insanlar var, onlar mənə mütəmadi yazırlar ki, bax o kitabı biz almaq istəyirik. Deyirəm, inşallah bu çıxsın. Ən bu kitab müsahibə xarakterli kitabdır. Yəni burada elə bir ki, elə mən onu bir gün oxuyub qutara bilərəm. Çünki tetatit danışırıq, qısa söhbətlərdir, müsahibə xarakterlidir. Və Ənvər müəllimlə biz məsləhətləşdik ki, bunu sentyabr edək. Ona görə də dostlar, bizi mütəmadi izləyin və sentyabr ayında biz bu kitabın Allah qoysa təqdimatını keçirəcəyik. Ənvər müəllimin özündə nəsə bir əlavəsi varsa, fikri varsa, tamaşaçılara, təklifi. Nə deyim onlar? Mən özüm bilirsən ki, bu yaşa gəlib çatmışam, ancaq o tamaşaçıların mənim yaratdığım obrazlara olan məhəbbəti nəticəsində. Və indi də biraz zarıldayıram, ağrıyıram. Bu həyatdır, yəni biz həyatı davam etdiririk. O günlər bizim şəklimizi görürlər, o şeydə Taliyyə Qasımov üçümüz şəhərdə görüşdük. Deyirlər, maşallah, Ənvər mənim yaxşı gördü, sağalıb. Deyirəm, indi şu Allah'a yəni müalicələr gedir, yenə dərmanı təbii ki, yenə dərmanı. Stolun üstünə bax, stolda dərmanla doludur. Bəli, bəli, amma o xatirələri oxuyanda insanlar rahatlaşacaqlar, Ənvər mənim özü üçün də yaxşıdır. Vallahi inandırım səni, dünənləri Elxanın 40 idi. Mən özümə yer tapa bilmirəm ki, mən gedib o kişiyə başsağlığı verə bilmirəm. Bəli, Elxan mənim, Ənvər mənim uzun illər ən yaxın dostu olub. Bir kursda, bir məktəbin davamçıları da olar, Əziz İskəndərov məktəbində. Tələbələr kim qalıb ki, orada Elxan müəllimdir. Ənvər müəllim Şeyx Əbdül idi və salam da o məktəbdən belə qalan olmayıb. Amma Ənvər müəllim həqiqətən də çox pis keçirdi onun itkisini. İndi səhhətinə görə iştirak eləmədi, amma o elə iştirak eləmək kimi bir şeydir, onu xatırlamaq, yad eləmək. Buyurun əlim, maşallah, Allah sənin canını sağ eləsin. Gör, neçə dəfə yada saldı. Bu günlərdə danışdıq, bəli. Bu günlərdə biz 3 saatdır Ənvər müəllim gözləyən. Mən elə iki sözümüzdən biri elə Elxan Qasımov olub. Ruhu şad olsun. Həqiqətən də onun da bizim kinomuza böyük xidmətləri olub. Hətta onun demək şəkli də var kitabda. Ənvər müəllimlə çox maraqlı bir şəkilləri də var. Bir balaca onun haqqında bir xatirə də var. İnşallah biz mütəmadi yenə də deməli məlumatlarımızı verəcəyik dostlar. Bizi izləməkdə davam edin. Sağ olun. Çox sağ olun. Sağ olun.